təkbir, təhlil, təhmid. Düzdür? Bu barədə deməli tarixçə var. Mən keçmişim dərs sizə. Kimcə dərsdə olub 30-cu cüzün təfsiri. 30-cu cüzün təfsirində belə bir şey ortaya qoyurlar. Düz bu rivayət zəifdir. Yəni yanlış məsələdir o. Deyirlər ki, hətta mən çox təəssüf mən eşitmişəm bəzi hətta istəyəm yazmadım da nəsə deyim ayıb olar. Minbər əhlini eşitmişəm. Həm müəllim fərq eləməz mən minbər əhliyəm. Mən də müəlliməm. O da hamımız fərq eləməz. Yəni çıxış edən şəxsdən bunu eşitmişəm mən bunu. Altdakı bəhbəhlə, cəhcəhlə əhsən maşallah, amma səhv sözüdür. Rivayət zəifdir. Ayəmiz bunu təsdiqləmir. Nədir o? Düşünürlər ki, müəyyən müddət Peyğəmbərə vəhiy gəlmədi. Peyğəmbər çox narahat oldu, Peyğəmbər ələ saldılar, Allah səni 3 çevirib. 12 gün, 15 gün, 25 gün, 40 gün hətta deyirlər bu fasilə olub. Axıra gəlir Cəbrail ki, Peyğəmbər sən niyə gəlmirdin? Deyir ki, niyə gəlmirdin? Deyir, çünki möminlərin dırnağının arasında çirk var, dırnaqları təmiz deyil. Bu səhv fikirdir. Həm rivayət zəifdir, həm də ayə ilə uyğun gəlmir. Hansı ayə? Zuhal surəsində. Mə vəddəəkə rabbuka və mə qalə. Allah sənə vəddəəkə, mə vəddəəkə. Allah sənə vida eləməyib. Və mə qalə. Sənə bir də əsəbi, üzü turuşulu, narahat, mənfi sözlər sənə qarşı deyil. Onların dırnağı kişidə Peyğəmbər dəxli var ki. Onların dırnağı təmiz olub olan vəh daha çox gələcək. Nə əlaqəsi var? Rivayət zəifdir, etibarsız rivayət. Həm də ayə uyğun gəlmir. Mə vəddəəkə rabbuka və mə qalə. Allah səni tərkləməyib, Allah səni vida eləməyib, Allah səni azığı tutmayıb sənə. Hər bir halda. O rivayətin üstündən deyirlər ki, güya bir müddət vəhiy gəlmədi, sonra Cəbrail gəldi, gətirdi Zuhal surəsini və sən niyə yox idin? Deyir, bəs filan məsələyə görə, dediyi məsələyə görə, Peyğəmbər şükür etdi ki, Allahu Əkbər, yəni. Düz ya, zikirdir. İnsan zikri eləyə bilər, qabahatı yoxdur. Amma kökü, əsaslandığı o tarifi o səhvdir. Amma belə suranın əvvəlinə Peyğəmbər məsələn Allahu Əkbər deyib, Allahu Əkbər və duha oxuyub, deyir, o vaxtdan qalıb bu cümlə. La ilahə illallah, Allahu Əkbər və lillahil hamd. La ilahə illallah, o ki birincisi var, deməli, təhlil, bu deyil, hökmən deyilməlidir. Nəzərə baxın. Bəli, təhlil olmadan, yəni ki, la ilahə illallah demədən deyə bilmərsən təkbirlə təhmidi. Yəni, la ilahə illallah təhlil. Təhlil olmadan bu təhmidən təkbir düzgün deyil. Yəni, la ilahə illallah deməsən, desən ki, Allahu Əkbər və lillahil hamd, Bismillahirrahmanirrahim, Qul huvallahu əhəd deyib düzgün deyil. Niyə? Təhlil yox deyim. Yəni, birinci onun hökmünü deyərsən. Bu nəzəriyyədir. Yaxşı, indi biz nə eləyək? Təkbir, təhlil, təhmid. La ilahə illallahu və Allahu əkbəru və lillahil hamdu, Bismillahirrahmanirrahim, Qul huvallahu əhəd. Belə bir şey. İndi qalələri mən eşitmişəm. Var, misal qalələr, belə oxuyanlar var. Deyib, bunlar necə elə, belə olar ümumiyyətlə. Bəyə oxuduq, hansı vaxtımızda ki, inşallah 12 dəqiqə qalıb vaxtımızda. 14 dəqiqə qutararam. İnşallah görək, duahilim qutarım. Mən bu şeyə haşiyə dala qaydım. O bəyə deyirlər, məsələn, Peyğəmbər məsələn üçün belə vəh gəlmədinlərinə. Bu mən danışmışam dərsdə sizə. Yahudilər səhv etmirəm, dedilər ki, əgər biz ona 3 dənə sual verəcəyik, üçünü də bilsə, o əsl Peyğəmbərdir. 3 dənə sual barəsində fərqli fikirləri var. Mən demişəm sizə, o təfsirlər var, baxmazsa baxa bilərsə təfsir dərsimizdə var. Biri ki, ruh nədir, sonra Zülqərneyn kimdir və Əshab-ı Kəhf nədir? Peyğəmbər hər üçün cavab verir. Bəzi ki, Peyğəmbər deyir ki, mən bu suala cavab verəcəm. Amma inşallah demədiyi üçün vəh kəsildi. Bu bəz ayıbdır, Peyğəmbərə ayıbdır. Peyğəmbərimiz hər bir cəhətdə nədir? Məsumdur. Yəni, Allah sanki Peyğəmbər qəzəb elədi, sonra 40 gündən sonra, 15-25 gün, 3 gün, 5 gündən sonra gəldi Zuhal surəsi, Peyğəmbər sevindi, Allah Əkbər, yəni ki, nemətə şükür ünvanında belə elədi. Deyir, bu söz deyir, qeyd olunsa da,
Asimin qiraətində bu şey yoxdur. Yəni Asim bunu Asim ki bizim deyək, gedirik onun stili ilə. Bu qiraətdə bu şeydir, biraz quru çıxır, yazıb burada. Quru çıxır. Yəni bir rivayətin kökündə səhv varsa, bu zikirlər deməli biraz ətər olar ayın əvvəlində deməli. Hər bir halda zikir insan zikr ünvanı deyir. Amma rivayətə əsaslanmadan. Hər üçün rivayət gəlib deyə zikirdə deyirsən, əsaslandığın mənbə səhvdir. Zikrin yaxşıdır. O da oxudun, səsin qəşəng və oxudun Quran olsa. Mənbə amma etibarlı deyil. Hər bir hal bu deyək də, deməli, təşbih, təhlil, təhmid. Hamısı fasilə. Deməli, Allahu Ekber, La ilahe illallah və lillahil hamd, Bismillahirrahmanirrahim, nəlim, Yasin. Hamısı arar. Sonra, mən burada qeydləmişəm 1+1-lə. Oxursan diyanəsən. Allahu Ekber və lillahil hamd. Yox, Allah təhlil hasıdır, la ilahe illallahdır. Başdan başlayayım. Hamısı ayrı. Allahu Ekber, la ilahe illallah və lillahil hamd. Bismillah, məsələn Yasin. Hamısı arar desən. 3 dənə üstə bismillahla o deməli surə. İkinci deməli 1-1 dayanırsan, sonra 1+1-dir. Dayanırsan deməli surənin axırında məsələn üçün deyək, vələzzalin də ayəti var. Vələzzalin, la ilahe illallah, vələzzalin, Allahu Ekber, la ilahe illallah, və lillahil hamd, bismillah. Əlif, lam, mim. Hamısı dayanmaqlı. Yəni vələzzalinlə bismillah arasında qoysan 3 cümləni. Allahu Ekber, la ilahe illallah, və lillahil hamd. Hamısı ayrı qəbul. Bir də var ki, bu da qəbuldur. Dayanırsan suranın axırında və təkbirdə vələzzalin, Allahu Ekber, belə var qarilərdə. La ilahe illallah və lillahil hamdu, Bismillahirrahmanirrahim, Yasin. Deyə olar.